Bismillahirrahmanirrahim. Mikail Əfəndi, Qədimi Filmdar oğlu, 1965-ci il Saatlı rayon Şirinbəy kəndində anadan olmuşam. Efendim, bugün müqəddəs bir bayramdır. Ramazan bayramıdır. Ramazan ayı. Ayı deyək. Bunun hamısı. Bu Ramazan ayı müsəlmanlar üçün nədir? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, Buniyel İslam ala xəmsin. İslam dini 5 unsur üzərə qurulmuşdur. Yəni 5 İslamın şərti vardır. O şərtlərdən birincisi kəlmə-i şəhadət, ikincisi namaz qılmaq, üçüncüsü oruç tutmaq, dördüncüsü zəkat vermək, beşincisi hac eləmək. Yəni İslamın bu 5 şərti. 5 şərtindən biri olan oruç tutmaq. Ona görə bu ay müqəddəs, mübarək bir aydır. Ona görə müqəddəs, mübarək bir aydır ki, bizim Qur'an-ı Əzimüşşan, Qur'an-ı Kərim bu ayda nazil olmuşdur. Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə Qur'an-ı Əzimüşşanda İnna ənzəlnahu fi leylətil qadir. Mən Qur'an-ı Əzimüşşanı Qədir gecəsində nazil etmişəm. O Qədir gecəsi də Ramazan ayının içindədir. Ona görə də bu ayın müqəddəsliyi. Peyğəmbərimiz buyurur ki, bu ay rəhmət ayıdır. Bu ay mərhəmət ayıdır, bərəkət ayıdır. Cəhənnəmdən uzaq olmaq ayıdır. Bu ay günahların af olunacağı bir aydır. Ona görə də bu ayı mübarək ay deyirlər, müqəddəs ay deyirlər. Kimlər oruç tutar, bilər ya bilməz? Allah-u Teala Qur'an-ı Azimüşşanda Ya eyyuhellezine amanu kutiba aleykumus-siyam kema kutiba alellezine min qablikum leallekum tettaqun diye Bakara suresi 183. ayet-i kerimede buyurur. Ey iman getirmiş şəxslər, ey müsəlmanlar, sizlər üçün oruç tutmaq farz qılındı, farzdır. Sizdən əvvəlki ümmətlərə, müsəlman insanlara farz olduğu kimi sizə də oruç tutmaq bir farzdır. Davam edir ayət-i kərimədə فَمَنْ كَانَ مِنْكُمْ مَرِيزًا اَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ اَيَّامٍ اُخَرٍ Əgər sizdən kimi ki xəstə olarsa və yaxud səfərə çıxarsa, səfərdə olarsa, o insanlar oruçlarını yiyə bilərlər. Ancaq səfərdən qayıdıb gələndən sonra, xəstəliyinə şəfa qapandan sonra orucunu tutmalıdır. Orucu ağlı başında olan, hür, azad olan, sağlam olanlar oruç tutmalıdırlar. Efendim, İslam nədir? Bu sual tez-tez verilir. Və bugün aynı sualı mən sizə verirəm. İslam nədir? Və İslamda demokratiya varmı? İslam adınla da malumdur ki, İslam sülhdür, sülh dinidir. İslam birlik dinidir. İslamda birlik var, qardaşlıq var, sülh var. Nə axtarsanız gözəlliyə tərəf hamısı İslamda vardır. Əlbəttə ki, İslamda olan demokratiya heç bir şeydə ola bilməz. İslamda olan birlik, barabarlıq, qardaşlıq, hürmət, izzət, hansı gözəllikləri, insanda olan gözəllikləri axtarsanız, bu İslam içində tapa bilərsiniz. Ona görə də bu tarix 1400 il müddətində Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdən bugünkü günə qədər İslam dini yaranandan bugünkü günə qədər baxılanda tarixə görürük ki, bəli, İslam heç bir vaxt, heç kim üçün, hətta qeyri millətlər üçün, qeyri dinə məxsus olan xalq üçün də heç vaxt pislik, onlara xoşa gəlməyən bir işlər, zulümlük, arzu etməmiş, o tərəfə getməmiş, hər vaxt sülhün içində olmuşdur. Bugün Qazaxda demək olar ki, 16, 17, 20 yaşına qədər gənclər artıq axın edir İslama. Belə ki, meşdə gəlmələri, namaz qırmaları bu hansıdır? Bir məsələ qalır, bu uşaqlar elmi cəhətcəmi, yoxsa bu axına belə, necə deyim, təkən vermək üçündür?
gəlirlər. Elhamdülillah, şükürlər olsun ki, müstəqilliyimizi qazanandan sonra nəinki Qazaxda, bütün respublikamızda məscidlərə olan axın ən çox gənclər arasındadır. Müsəlmanıq. İslam, müsəlmanlıq onu əmr edir, onu buyurur ki, hər bir müsəlman sağlam, bayaq dediyimiz kimi, ağlı başında olan müsəlmanlar ibadətlərini eləməlidir, ibadətlərini yerinə yetirməlidirlər. Bizim cavanlarda, gənclərdə, insanlarımızda məscidlərə tərəf axın edirlər. Biz onu bilirik ki, Qazaxda, təkcə Qazax adını onu deyə bilərəm ki, Qazax cəmiyyəti, əlhamdülillah, ziyalı olduqlarına görə, belə deyərdim ki, gözü açıq olduqlarına görə, bizdə olan gənclər bir o qədər də kör-körənə, radikal kimi, fanatizm kimi məscidlərə gəlmirlər. Yəni, məscidlərə bugün bizim gənclər, cavanlar gəldiyi müddətdə gözəl bir şəkildə İslamın nətər yaşamaq, nətər ona əməl etmək, nətər ona riayət etmək, nətər onun dediklərini Qur'an-ı Kərimin dediyi kimi, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin buyurduğu kimi yerinə yetirməyə çalışırlar. Çox sağ olun. Sonra bugün Azərbaycan xalqına nə deyə bilərsiniz? Bu mübarək gün münasibətilə bütün xalqımızı, inşallah qarşıda da bayram yaxınlaşır, bayram günlərinə sayılı günlər qaldı. Mübarək Ramazan bayram münasibətilə bütün xalqımızı, bütün dünya müsəlmanları mübarək Ramazan bayram münasibətilə təbrik edirəm, ürəkdən təbrik edirəm. Allah Subhanahu və Teala xalqımıza, dövlətimizə, millətimizə birlik, barabarlıq, qardaşlıq nəsib eləsin. Üzərimizdə olan bəzi bir qara bulutları inşallah başımızın üstündən uzaq eləsin. Allah mübarək eləsin Ramazan bayramımızı. Çox sağ olun. الله الله يا ربي الله الله ومن قلبي علي توضى كده مني الهام صلى الفجر ولف في مصر وحواليها الله الله على الأزهر الله 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 أكبر أم الدنيا كمان واكتر لو قلت اوصفها أنا مش هنصفها وكفيها الله الله يا رايحين على مصر مين يبعت سلامي في كلمتين يا أهل الله مشتاق لناسها الطيبين ودي ياما فيها مخلصين يا ما شاء الله وفي أزهر العلماء تقدر تقول ما تشاء ده أنا والله بدعي لهم رب السماء وقولوا آمين إن شاء الله إن شاء الله 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 يا ربي الله الله ومن قلبي كده من الهام صلى الفجر ولف في مصر وحواليها الله الله Tovuz Akşafak Qaza üzrə Gölcə Qazisi. Bugün deyirlər, oruç tutdu. 11 ayın sultanı. Siz bu oruçluğu necə sizə izah edə bilərsiniz? Orucu kim tuta bilər və ya tuta bilməyər? Quran-ı Kərimdə Rəbbimiz Bəqərə surəsində oruçluq haqqında belə deyir. Ey inananlar, oruç sizin üzərinizə bir fərz qılınır. Necə ki, ilərki ümmətə vacib qılındığı kimi, bu ümmət-i Muhammədə də vacib qılınmışdır və bu sayılı günlərdir. Və oruçluq kimlər tutar, kimlər tutmaz, bunu Quran-ı Kərimdə Rəbbimiz qeyd etməkdədir. Əgər insan səfərdə olarsa da, yaxud da xəstə olduğu zaman, o səfərdən döndüyü zaman, yaxud da xəstəlikdən şəfa tapdıqdan sonra o oruçları sonra qəza etməsini Quran-ı Kərimdə Rəbbimiz bizə bildirməkdədir. Əgər onun xəstəliyi davamlıdırsa da, yəni o şəfa tapılmazsa, yəni davamlı xəstəliksə, o zaman onun orucun əvəzinə fidyə verməsi ilə Quran-ı Kərimdə Rəbbimiz bizə bildirməkdədir. O fidyə də necə olması lazım? Gündə bir kasılı, bir miskini gündə 2 dəfə yedizdirməklə o oruç tutmuş kimi olar. Bu şəkildə Rəbbimiz bizlərə nə qarmışdır? Hasanlıq diləmişdir. Və ayət kərimədə buyurur ki, Allah-u Teala sizə hasanlıq diləyər, çətinlik diləməz. Bugün demək olar ki, qərb dövlətləri İslama qarşı bir terror hazırlayırlar, teorik olaraq. Bugün İslam nədir?
Və İslamda demokratiya var. İslam dini həqiqətən də İslam ədalətli bir dindir. Bugün qərb tərəfində İslamofobiya adında İslama qarşı mübarizə aparılır və bugün bariz nümunəsi IŞİD deyək, başqa terror təşkilatları deyək, həqiqətən İslamı gözdən salmaq üçün bunun arxasında duran qərb qüvvələri var. Halbuki İslamiyyətdə ən mərhəmətli din, ən ədalətli din İslamdır. Heç bir zaman İslam dini uşaq başı kəsməyə, yaxud da hər hansı bir yeri partlatmaq asla və asla icazə vermir. Bugün Qazaxda 95 min əhalisi olan ən axırıncı nöqtə Azərbaycan xəritəsində, o doğma yurdumuz. Və Qazaxda artıq 17 yaşından 20 yaşına qədər uşaqlar hamısı axın işlər. Bu uşaqlar şuuru olaraq mı gəlir? Yoxsa pullar o axın kimi irəli gəlir? Buraya gəldiyi zaman sizlər onlara nə tövsiyə edirsiniz? İslam haqqında, insaniyyətlik haqqında nələri izah edirsiniz? Ora Qazax məsələ gələn şükür Allaha ki, Qazax ziyalı bir bölgədir. Yəni hər kəs şuuru bir şəkildə məscidə əlhəmdülillah yəni daxil olur və ilk öncə onları biz Allahı və din haqqında, peyğəmbər haqqında məlumat veririk. İlk öncə İslamı başa salırıq və ən böyük nəticələrdən biri də ata-ana haqqında, ictimaiyyətlə necə davranmaq lazımdır, o haqda bizlər məscidimizdə xutbələr və yaxud da möcüzələr veririk. Və bu şəkildə İslamı elmi bir şəkildə qəbul eləmələrimizi istəyirik. Çox sağ olun.